Ustad, Allahı elmi yollardan başqa bir yolla da mı axtarıb tapmaq olar? Ən şirin yol fitrət yoludur. Əvvəla fitrət kəlməsinə də gələ onu izah verək. Fitrət dedikdə nə başa düşürük? Fitrət yəni varlığın yaradılışı. Əgər biz insandan danışırıqsa, yəni insanın yaradılışı, qərizəsi, instinqi, bir neçə ad demək olar buna. O deməkdir ki, biz fitrətimizdə, yaradılışımızda Allahı görə bilərik. Biz fitrətimizə, sağlam fitrətimizə nəzər salsaq Allahı görərik. Fitrət nədir? Bax, bu suala cavab verin. Fitrət heyvanın da fitrəti var, insanın da fitrəti var, onun yaradılışı. Fitrət odur ki, insanın və yaxud varlığın yaradılışı ilə eynidir. Sonradan gəlməyib. Məsələn, Marks deyirdi ki, insanların dinə olan inancı qorxudan yaranır. Yəni, təbiət hadisələrini dərk eləmir, ildırımdan qorxur və dinə inanc eləyir, Allaha inanc eləyir. Əslində belədir, insanın inancı kənardan gəlmir, içindən gəlir, qəlbindən gəlir, ruhundan gəlir, fitrətindən gəlir, yəni, yaradılışından gəlir. Ana bətnində insan Allaha inanan yaranır. Quran-ı Kərimdə buyurur ki, İbrahim əleyhissalam, فَأَقِيمُوا وَجْهَكَ لِلدِّينِ حَنِيفَ فِتْرَةَ اللّٰهِ الَّتِي فَتَرَ النَّاسَ عَلَيْهَا. Ey İbrahim, dur, üzünü tut Allah'ın hənif olan dininə, yəni tək Allahlılıq dininə. Hənif olan dininə üzünü tut ki, o Allah'ın insanlarda qoyduğu bir fitrətdir. Yəni insanlarda qoyduğu bir yaradılışdır. İndi necə anlayaq yaradılış nə deməkdir? Mən misal çəkəcəyim sizə. Məsələn, adətən belə bir misal çəkirəm mən. Bir ördəyin yumurtası. Onu inkubatorda yetişdiririk. Yumurtadan ördək çıxır. Ata da görməyib, ana da görməyib. O ördəyi bir qədərdən sonra suya atsaq, nə edəcək? Üzəcək. Üzəcək. Sual. Üzməyi o hardan öyrəndi? Ata da görməyib, ana da görməyib. İnkubatorda çıxıb. Üzməyi bu hardan bilir? Harda öyrəndi? Hardan öyrəndi? Cavab nə olacaq? Cavab bu olacaq ki, üzmək onun fitrətindədir. Düz? Üzmək onun fitrətindədir. Allaha inanc insanın fitrətindədir. Allah insanı inanclı yaradıb. Peyğəmbər əleyhissalam buyurur ki, hər bir uşaq ki dünyaya gəlir, Tevhid dinində dünyaya gəlir. Tevhid dinində dünyaya gəlir. Hənif dinində dünyaya gəlir. Ondan sonra cəmiyyətin, atasının, anasının, mühütün təsiri nəticəsində ya bütpərəst olur, ya Məsihi olur, ya Yahudi olur, ya bir başqa bir dini qəbul edir. Anladıq mı? İnsan fitrətindən Allah pərəst olur. Allah pərəst. Biz bunu axtara bilərik öz fitrətimizdə. Məsələn, insan kiçik yaşlarındakı qəlbinə, sağlam fitrətini nəzər salsa, görər ki, onun içərisindəki olan inanc nə atasının tərbiyəsidir, nə anasının tərbiyəsidir, nə mühütün tərbiyəsidir. Mən hətta bir nəfərlə, gənc bir uşaqla diyaloq etmişdim, söhbət etmişdim. Dedi, biz Sibirdə doğulmuşuq, heç Allah kəlməsi eşitməmişdik evimizdə. Amma mən içimdə hər zaman birisi ilə danışırdım. Çətinliyə düşəndə ondan yardım istəyirdim, kömək istəyirdim. Bu haqda İmam Cəfər Sadiq əleyhissalamdan gələn bir hədis var. Bir nəfər ateistlərdən birisi, o zaman dəhrələri, zindiqları deyirdilər. Gəlir İmam Cəfər Sadiq əleyhissalamın yanına, deyir ki, mənim içimdə olan, fitrətimdə olan o Allah pərəst hissini mənə göstər. İmam da bilirdi, dedi ki, sən gəmi ilə səyahət etmişsən, dedi, etmişəm. Dedi, gəmi ilə səyahət edən zaman elə olurmu ki, gəmin sənin təlatümə düşsün, batsın? Dedi, hə, olub belə bir şey. Dedi, o zamanda sən nə hiss etdin? Dedi, o zamanda əlim hər yerdən üzüləndə, içimdə mənə yardım edəcək bir qüdrəti hiss elədim. Dedi, həmən o ilahi fitrətdir.
İnsan bəzən dünyaya gəlib, dünyanın şirinliyi, dünyanın rəng-bərəngiliyi içindəki onun fitrəti ona nə edib? Unutturub. İçini unutturub, əslini unutturub. Başı qarşı dünyanın şirinliyinə. Elə ki, bunlar aradan gedəcək, güvənciliyi, qüdrətlər aradan gedəcək, biri gücünə güvənir, biri atasına güvənir, biri vəzifəsinə güvənir. Elə ki, bunlar gücləşən zaman, insan sıxışanda Allah deyir. O onun fitrətidir. Sağlam fitrətidir. Bəli, bizim fitrətimizdə Allah inancı bizim fitrətimizdə qoyur. Ustad, əgər belədirsə, Allaha inanc bizim bütün insanların içərisindədirsə, onda bu inansız insanlar niyə ortalığa çıxır? Mən sənə bir misal çəkim. Bir yanan lampa təsəvvür elə. İşığı var. Onun üzərinə biz qara bir parça örtsək. Aha, Onun işığı görünər, görünməz. görsənməz. Görsənməz. Amma işıq yanır, yoxsa yox. İşıq onun altında yanır, bəli. Yanır. Amma görünmür. Niyə? Çünki Çünki onun üstü hicablıdır. Üstü bağlıdır. Bir qism insanlar düşüncələri ilə, həyat tərzləri ilə, dünyaya bağlanmaqları ilə öz fitrətlərinin üstünü nedir? örtüblər. Örtüb. Amma içəridə var. Bayaq dediyim kimi, elə ki, bunlar aradan getdi, o sağlam fitrət ortalığa Ortaya çıxacaq. Fitrət dediyimiz budur ki, o yaradılışın özü ilə bərabər olsun. Onu heç nə aradan apara bilməsin. Heç nə. Heç kəs kənardan ona öyrətməsin. Bunun özü yaradılışıdır. Necə azlıq hissi bizim fitrətimizdir. Susuzluq hissi bizim fitrətimizdir. Din hissi də bizim fitrətimizdir. İndi bir dənə sual deyim sənə, bax. Su yaradılmamış olsaydı insan üçün, insan susuzluğu hiss eləyərdi ya yox? Yox. Susuzluq hissi keçirirsə, deməli Deməli, nə su var? var. Onun üçün su yaradılıb ki, susuzluq. Biz əgər Allah hissini içimizdə hiss eləyiriksə, deməli Allah var. Allah var. Allah var. Bəzi hicablar onun üstünü örtə bilir. Bəzi insanlar bir müddət dinsiz olurlar. Amma bəzən dinsiz olmaqla bərabərdə. İndi bax, yeni bir məsələn, ateizmlə də başqa bir fikirlər çıxıb ortalığa. O fitrəti üstünü örtə bilmirlər. Deist deyirlər. Deist. Ateist Allahı danır. Deistsə qanunlara tabi olmaq istəmir, dinə tabi olmaq istəmir. Ona görə dini danır, amma içərisindəki fitrətin üstünü örtə bilmir. Deyir, Allah var. Yaradıcı var. Var. Allah da deməsi deyir, kimsə var. Örtə bilmir onun içini. Amma deist olub. Niyə? Qanunlara uymaq istəmir. Əmirlərə uymaq istəmir. Özünü nizamlamaq istəmir. Amma o içərlidir. Cavab verə bildiysən. Allah razı olsun, bəli.